Selamlar. Azərbaycan 100 ildən çoxdur ki, istibdad və istismara qarşı savaş aparmaqdadır. Millətimiz azadlıq, ədalət və milli hökumətinin bərpa edilməsi bu savaşda bir çox başarılara qol çəkmiş olsalar da, amma hər zaman da baskılara məruz qoyulmuşdurlar. Çağımızda və günümüzdə bu savaşın yükünü Güney Azərbaycan Milli Hərəkəti və onun fəalları daşıyırlar. Son aylarda bir çox milli fəalımız tutuklanmış, işgəncələrə məruz qoyulmuş və bir çox ondan da hala xəbərsizlik davam edir. Onlardan İbrahim bəy Rəşidi, Salih bəy Molla Abbasi, Məhmud bəy Ocaqlı, Əsxər bəy Fərəzi, Əli bəy Rəzizadə və elimizin şəni Milad Cəlilidir. Və yürüş milli hərəkətimizin ayəti və nişanəsi. 90 günə yaxındır yürüş